Bugün işten biraz yorğun geldim. Aslında hiç yolda da video çekmedim. Qaydan yolu adətən çəkirdim. Ne de evdə çəkmədim. Çünkü biraz başım da ağrıyır. Ve aklıma bu fikir geldi. Düşündüm ki sizinle paylaşım. Əslində həqiqətən də belə olur. Çünki mənim başqa bir kanalım da olub. Orada imini belə saxladım onu. Yəni necə olur? Bir gün yorğun olursan, bir gün başın ağrıyır. Və deyirsən ki, bu gün çəkeyim də, bu gün başım ağrıyır. Səhər söndürürsən, səhər sürür, o hava bu hava qalmır adamda. Səhər də çəkmirsən. Üstdən 3 gündən sonra deyirsən ki, yox, mənlik deyil. Mən ümumiyyətlə media adamı deyiləm, video zad da mənlik deyil. Və yolu tərk edirsən və işi yarı yolda saxlayırsan. Əslində isə başın da ağrırsa, baş ağrısı və ya yorğunçuluq və ya nə bilim mikrofonum yoxdur. Bunlar hamısı e, səbəbdir, yəni çəkməməyə səbəbdir. Buna görə fərq etməz, harda olursa olun, necə olursa olun, başınız ağrısa belə, yorğun olsanız belə telefonu yandırın və fikirlərinizlə bölüşün. İnşallah ki, gələcəkdə bunun faydasını, xeyrini görəsiniz. Əssəlamu aleykum.